Hər vaxtınız xeyir, xanımlar. Bu videoda daha 3 bəy sıradadır. Onlardan biri nəzarətçi, biri sənə oyun oynayır, biri də emosional gərgindir. N hərfi ilə başlayan bəy, nəzarətçi, nizamlı və nəhayət başa düşülmək istəyən. N kişisi hər şeyin qaydasında olmasını istəyər. Evdə, münasibətdə, həyatda, plan, struktur, sistemli. Onlar idarə etməyi sevirlər. Amma bu bəzən qadını boğur. Sənə niyə belə geyindin və ya hara gedirsən deyəndə sadəcə qoruyur, amma o ton. Bu kişilər çox təhlilçi olurlar. Hər kəlmənin altında məna axtarırlar. Sən bir şey yoxdur deyəndə o var olduğunu sübut edər. Onlarla mübahisə etmək çətindir. Dəlil, sübut, məntiq ilə gəlirlər. Amma unutma, bu kişilər səni itirməkdən çox qorxurlar. Sadəcə bunu nəzarət şəklində göstərirlər. N kişisi sənə sahib çıxmaq istəyər, amma bunu sənə sahiblənmək kimi göstərə bilər. O hərfi ilə başlayan bəy özünə güvənli, orijinal və biraz da oyuna meyillidir. Bu kişilər özünə arxain tipdir. Hara girsə sanki bura mənim məkanım havasındadır. Onlar yaradıcı və maraqlı olurlar. Standartlardan kənar düşünürlər. Onlarla münasibət bəzən macəra kimi keçər. Amma bəziləri sanki oyun oynayarmış kimi davranır. Bir yaxınlaşır, bir uzaqlaşır. Sən isə bu adam nə istəyir deyərsən. Bu kişi təklikdən qorxur, amma bəzən sanki azad olmaq istəyirmiş kimi davranır. Əgər sən onun qəlbinə girdinsə, o səni həm dost, həm sirdaş, həm də sevgili kimi görər. Əsas odur ki, sən də özünü itirməyəsən. O kişisi səni həm güldürər, həm düşündürər. Amma içini oxumaq asan deyil. Adı Ö hərfi ilə başlayan bəylər çox empatik, səbirli, amma eyni zamanda daxilən emosional balansı qorumaqda çətinlik çəkən tiplərdir. Onlar üçün qadın sadəcə bir tərəfdaş deyil, həm də ruh yoldaşı olmalıdır. Özlərini rahat hiss etmədikləri mühitdə tamamilə qapanırlar. Sevəndə isə dərin, qoruyucu və sədaqətli olurlar. Amma qarşı tərəfdən də eyni dərinliyi gözləyirlər. Sadəcə onu yadda saxlamaq lazımdır ki, bu kişilər emosiyalarını göstərməkdə ehtiyatlıdırlar. Ona görə soyuq kimi görünsələr də içlərində fırtına qopa bilər. Bu dəfə 3 bəy haqqında danışdıq. Biri nəzarətçi, biri öz dünyasında oyun oynayır, biri isə emosiya dənizində batır. Əgər partnyorunun adında bu hərflər varsa, şərhə yaz görək səninki hansı qəhrəmana bənzəyir. Abunə ol, paylaş, dəstəyini göstər. Bu YouTube dostluğumuz burada bitmir. Hələlik.